Bu cinayət işidir. Bu bir qızın, bir gənc qızın taleyi ilə bu qədər, bu dənli oynamaq, yəni bacarmırdın, eləməzdin. İstədiyi ki, məsələnin dəqiqliyini plastik cərrah Səkinə Xudiyevanın öz dilindən eşidək. Vizual olaraq gördüyüm odur ki, xanım kökəlib. Xanımın yəni görüntü olaraq mənim yanıma gələndə olan çəkisi ilə indiki çəkisi hardasa bilmirəm, mən onu çəkib baxmamışam. Yəni gözüm görə bir 20 kilo, 15-20 kilo görürəm mən orada ki, artıq çəki var. Anladım. Yəni biz süd vəzlərinin çıxarılması ilə bağlı nə deyə bilərsiniz? Çünki xanım iddia edir ki, süd vəzi çıxarılması olsa, xanım süd vəzi çıxarılsa, yəni o da vizual olaraq süd vəzilər olmaz. Adamın süd vəziləri necə? Yəni mənim əlimdə şəkillərim var. Görünür, süd vəzi var orada. Süd vəzi olmasa gilə olmaz, ayola olmaz. Yəni bu hansı məntiqə sığır bunun dediklərinə biz oturaq. Kimsə durub nəsə iddia verəcək və mən də onun üzərindən nə danışa bilərəm ki? Mənim ancaq bir yolum var ki, bəli, verməyib, demir prokurator orqanı vermişəm. Bu inşallah gündə onun bir cavabı çıxsın görək. Bunun dediyi ilə, onların dediyinin hər halda bir uzlaşma olacaqdır. Mövzu ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sorğuda adı qeyd edilən Səkinə Xudiyevanın ümumi cərrahiyyə üzrə ali tibbi təhsili var, lakin o sertifikasiyadan keçməyib. Səhiyyə Nazirliyi tərəfindən yaradılmış təftiş komissiyasını təqdim etdiyi Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim mütəxəssislərin siyahısında Səkinə Xudiyevanın adı yoxdur. Yəni, o, plastik cərrah kimi fəaliyyət göstərə bilməz. Əks halda bu, qanunvericiliyə zidd hesab olunur. Özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri qanuna uyğun olaraq Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı və plandan kənar yoxlamalar əsasında həyata keçirilir. Sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vətəndaş məhkəməyə müraciət etməli və məhkəmə tibbi ekspertizanın rəyini əldə etməlidir. Gördüyünüz kimi Səhiyyə Nazirliyindən bildirildi ki, Səkinə Xudiyevanın plastik cərrah kimi fəaliyyətinə icazə yoxdur. Gəlin yoxlayaq. Xanım, mən bu əməliyyatdan maraqlanırdım. Abdomoplastika istəyirəm. Aha, nə vaxt istəyirsiniz? İndi siz məndən əlaqə saxlayasınız, mən sizə qeyd edirəm. Çünki doktorun hazırda Bakıda yoxdur. Bayramdan sonra amma mümkündür da, eləmi? Bəli. Aha, təxmini bu bədən şəkilləndirmənin qiymətindən bağlı təxmini aşağı. Bədənə görə qiymətlərimiz dəyişilir, xanım. Bədənə baxılmalıdır. Bədənə baxılmalıdır. Çünki bədənə mütləq baxılmalıdır. Çünki əvvəldən baxmadan biz qiymət təyin edə bilmirik.